Salam güzel insanlar, salam bacılar, salam kardeşler. Ben Amin İbrahimov. Ben 95-ci ilə evin tek balasıyam, atasız böyümüşəm. Anam asma xəstəsidir. Buradan xalqıma, millətimə səslənmək istəyirəm. Bir vətən evladı kimi. Gözəl qardaşlar, gözəl bacılar, mən kirada yaşayıram. Mən kirada böyümüşəm, əziyyət çəkmişəm. Bir qarnı ac, bir qarnı tok böyümüşəm. Mən xalqıma səslənmək istəyirəm. Bu bala da, mənim bu balamın 2 yaşı var. Bir dənə də böyük balam var. 11 yaşı da onun var. Mən balalarımı kirada böyütmək istəmirəm. Buradan mənlə dəstək olmaq istəyənlər yaza bilər, nömrəmi də verə bilərəm. Mən kirada yaşamaq istəmirəm. Bu balaları mən kirada böyütmək istəmirəm. Xahiş edirəm, bu videoyu görürsünüz. Xahiş edirəm, mənlə əlaqə saxlayın. Çünki bu videoyu çarəsiz vəziyyətdə qalıb çəkirəm ki, görəsiz, bütün Azərbaycan xalqı bunu görsün. Mən bir vətən evladı kimi deyirəm. Mən bu balanı kirada böyütmək istəmirəm. Çünki bunun gələcəyi var. Bir alıram, bir ala bilmirəm. Bir geyindirirəm, bir geyindirə bilmirəm. Bu evladlarımı yaxşı böyüdə bilmirəm. Xahiş edirəm, mənə kömək edin. Allah'a emanet olun.